Riyaziyyatdan dim test toplusunun trapesiyanın sahəsi mövzusundan 43-cü sualın izahına baxaq. Sualda MN trapesiyanın orta xəttidir və şişirtlənmiş hissənin sahəsindən danışır. Biz bilirik ki, trapesiyanın sahəsi orta xətt vurulsun hündürlüylə, yəni MN parçası vurulsun hündürlüylə tapılır. Gəlin belə edək. Biz bilirik ki, orta xətt həm də hündürlüyü yarıya bölür. Deməli, bura nə olacaq? H bölünsün 2 olacaq. Bura nə olacaq? H bölünsün 2 olacaq. Deməli, bax, fikir verin, bu üçbucağın da hündürlüyü h bölünsün 2 olur. Və bu üçbucağın da hündürlüyü nə olur? H bölünsün 2 olur. İndi bunların oturacaqlarına biz bir x desək, y desək və z desək, onda şişirtlənmiş hissələrin sahələri, üçbucağın sahəsi tərəf vurulsun hündürlüyü bölünsün 2 ilə tapıldığına görə, baxın, bölünsün 2 də var orada. Onda burada olur y vur h bölünsün 4, plus x vurulsun h bölünsün 4 olur. Və mən burada h bölünsün 4'ü mötərizə xaricinə çıxarsam, x plus y plus z qalır. X plus y plus z nə idi bizdə? Orta xəttidir. Fikir verin. Bu da olunsun, bölünsün 4 olur. Və yaxşı, trapesiyanın sahəsi deyirdik, orta xətt vurulsun hündürlüyü ilə tapılırdı. Bu 80 idi. Deməli, h vurulsun mn yerinə mən 80 yazacağım. 80'ı da 4'ə böləndə nə alacağım? Cavabı 20 almış olacağım.